Salam şagirdlər, mən Allahverdiyeva Nərmin müəllimə. Bu videoda mən sizin üçün 8-ci sinif biologiya dərsindən onurğalı heyvanların həyat dövrəsi mövzusunun izahını paylaşacağam. Bundan əvvəlki mövzularda biz qeyri-cinsi çoxalma və cinsi çoxalmadan danışdıq. İndi isə onurğalı heyvanların çoxalmasından danışacağıq ki, onurğalı heyvanlar yalnız cinsi yolla çoxalırlar. Həyat dövriyyəsi deməli, ziqotun yarandığı andan başlayır. Bilirik ki, erkək fərd erkək qamet əmələ gətirir, yəni spermatozoid əmələ gətirir, dişi fərd isə yumurta hüceyrə əmələ gətirir. Bunlar birləşir və mayalanma baş verir. Mayalanmadan sonra ziqot yaranır və ziqotdan insanın bu belə deyək, bu canlının ölənə qədər olan dövrü onun fərdi inkişaf mərhələsi adlanır. Fərdi inkişaf dövrü adlanır. Bəzi heyvanların quruluşlarında ilkin dövrə çatana qədər bir sıra çevrilmələr müşahidə olunur ki, buna metamorfoz deyirlər. Bəziləri isə sadəcə böyüyür. Yəni hansı fərdin belə deyək də fərdin inkişafı dövründə sürfə mərhələsi varsa, deməli o metamorfoz keçirir. Hansında yoxsa, deməli o metamorfoz keçirmir. Burada fəaliyyət hissəsinə qeyd olunub heyvanların çoxalma üsulları. Bunu bu dərsi izah edəndən sonra bu hissəsinə qayıdarıq. İzahdan sonra sizə tam aydın olacaq. Balıqların əksəriyyəti deməli ayrı cinsli heyvanlardır. Yəni erkək cinsi hüceyrələr deməli erkək fərddə, dişi cinsi hüceyrələr isə dişi fərddə əmələ gəlir. Onlar yalnız cinsi yolla çoxalırlar. Maylama xaricidir. Yəni dişi fərdin 2 yumurtalıq olur, erkək fərdin 2 toxumluq olur. Dişi fərdin yumurtalıqlarında əmələ gələn yumurta hüceyrələr kürlər adlanır. Bunlar xaricə tökülür və erkək fərddə toxum mayesini, yəni spermatozoidlərini gətirib onun üzərinə tökür və mayalama baş verir. Mayalamış kürlərdən sarı hissəsinə malik sürfələr çıxır. Görürsünüz, burada dedik sürfə. Deməli, bu neynir? Metamorfoz keçirilir. Və bu sürfələr ilkin fərdə çevrilənə qədər sarılıqda olan ehtiyat qida maddəsindən istifadə edilir və sərbəst qidalanırlar. Amma köpək balıqları və bəzi digər balıqlarda, məsələn skatlarda mayalama daxildir. Yəni erkək fərdin xüsusi kopulasiya, yəni cütləşmə orqanı olur ki, bunun sayəsində öz spermatozoidlərini dişi fərdin deməli yumurtalıqlarına xaric edir ki, yəni o dişi fərdin orqanizminə daxil edir ki, orada artıq mayalama prosesi baş verir. Yəni spermatozoidlə yumurta hüceyrə mayalanır və buradan artıq diri bala doğmaq müşahidə olunur ki, diri bala doğurlar, yəni kürü tökmürlər. Doğulduğu andan etibarən isə müstəqil həyat tərzi sürürlər bu balıqlar. Və sonra keçirik suda qurda yaşayanlara. Suda qurda yaşayanlar da ayrı cinsli heyvanlardır. Yəni erkək və dişi fərd ayrı-ayrı belə deyək canlılardır ki, hərəsində ayrı-ayrı qametlər əmələ gəlir. Dişi fərdlərdə bir cüt yumurtalıq, erkək fərdlərdə isə bir cüt toxumluq olur. Çoxalma zamanı qurbağalar cüt-cüt ayrılırlar və bu zaman balıq kürüsünə oxşayan yumurta tökürlər bu dişi fərdlər. Erkək fərdlərdə onun üzərinə spermatozoid daxil edirlər ki, və bu da mayalama prosesi adlanır. Mayalama baş verir. Bunlarda da mayalama xaricdədir və suda baş verir. Bir neçə həftə keçdikdən sonra kürdən xarici görünüşünə görə balığa oxşayan çömçəquyruqlar əmələ gəlir. Çömçəquyruq qurbağanın balası olsa da, amma bir çox xüsusiyyətlərinə görə balığa oxşuyur. Məsələn, burada çömçəquyruğun, yəni qurbağanın inkişaf sikli göstərilmişdir. Kürü tökür, kürdən inkişaf eləyir, sonra çömçəquyruq və çömçəquyruq da inkişaf edib yetkin fərdə çevrilir. Çömçəquyruq bir sıra xüsusiyyətlərinə görə balığa oxşuyur dedik. Bu hansı xüsusiyyətlərinə görədir? Balıqlar kimi əvvəlcə xarici qəlsəmələrlə tənəffüs eləyir, sonra daxili qəlsəməyə çevrilir. Ondan sonra inkişaf etdikcə ağciyər tənəffüsü, ağciyər və dəri tənəffüsünə keçir. Balıqlar kimi yanqat orqanı var, balıqlar kimi 2 kameral ürəyi var, bir qan dövranı var və hətta bu ürəyin quruluşuna görə də balıqları oxşuyur, hətta ifrazat məhsuluna görə də balıqları oxşuyur deyirik. Ondan sonra inkişaf etdikcə artıq yanqat orqanı funksiyasını itirir, 2 qan dövranı yaranmağa başlayır, ürək 3 kameralı olur, qarışıq qan yaranmağa başlayır və bu şəkildə inkişaf tamamlanır. Və ondan sonra quyruğu da olur, bir də balığa oxşaraq olaraq quyruğu olur. Sonra isə quyruq tədricən qısalır. Və çömçəquyruq bu qurbağalar kimi artıq belə deyək inkişaf edir və qidası da hətta dəyişir ki, və o kiçik heyvanlarla qidalanmağa başlayır deyirik.
Sonra keçirik sürünənlərə. Sürünənlər də ayrı cinsiyyətlidir. Bunlarda artıq maylama qurda baş verir. Bunlarda yumurta qoymaqla çoxalırlar, amma diri bala doğan nümunələri də var. Məsələn, adi gürcə diri bala doğmaqla çoxalır. Quru mühitində çoxalmada deməli erkək fərd spermatozoid hazırlayır, dişi fərd yumurta hüceyrə hazırlayır. Erkək fərd öz spermatozoidlərini cütləşmə orqanı ya kopulasiya orqanı vasitəsilə dişi fərdin kolokasına tökür və maylama baş verir. Maylama deməli dişinin yumurta borusunda baş verir. Ondan sonra yumurta borusunda inkişaf edib rüşeym əmələ gəlir. Rüşeym də sarılıqla zəngin olur və sürünənlərin, quşların yumurta sarısı daha çox olur və onlarda belə deyək də sarılıqla zəngin yumurta əmələ gəlir ki, yumurtanı xarici mühitə çıxarır və bir müddətdən sonra artıq yetkin fərdə oxşayan burada fərdlər əmələ gəlməyə başlayır və görürsünüz burada sürfə mərhələsi demədik. Demək ki, bunlar metamorfozla inkişaf etmirlər. Burada da tısbağanın inkişaf sikli göstərilmişdir. Görür ki, yumurta qoyur, yumurtalardan tısbağalar çıxır və yumurtanın belə də qırırlar, oradan tısbağalar çıxır və sonra isə yetkin fərdə keçirlər. Oxşamağa başlayırlar. Deməli, sürünənlərin həm yumurta qoyan nümunələri var, həm diri bala doğan nümunələri var. Sonra keçdik quşlara. Quşlar ayrı cinsiyyətli heyvanlardır. Maylaması daxilidir. Maylama yumurta borusunda gedir və bütün quşlar yumurta qoymaqla çoxalır. Yəni diri bala doğmaqla çoxalan quş yoxdur. Dişilərdə bir yumurtalıq olur. O da sol yumurtalıq olur. Sağ yumurtalıq reduksiyaya uğramışdır. Erkəklərdə isə yəni qalıq halda qalmışdı deməkdir. Erkəklərdə isə bir cüt toxumluq olur və bunlarda da klokaya malikdir. Çoxalma orqanlarının axarı, yəni erkəklərin hazırladığı spermatozoidlər və dişilərin hazırladığı yumurta hüceyrələr klokaya axır və maylama uşaqlıq borusunda baş verir. Və yumurtadan çıxan balalar bəziləri cücə balalı olur, bəziləri ətcə balalı olur. Cücə balalı olanlara məsələn toyuqları, ördəkləri misal göstərə bilər ki, bunların bədənlərinin üzəri lələklə örtülür olur, gözləri açıq olur və bir müddət aciz olurlar. Ondan sonra artıq inkişaf edib daha yaxşı inkişaf edə bilirlər. Amma cücə balalı quşlar daha aciz olurlar. Cücə balalı quşlar nə qədər aciz olsa da ondan sonra inkişafdan sonra artıq ətcə balalı quşlar daha aciz olur, amma ətcə balalı quşlar nə qədər aciz olsalar da inkişaf edəndən sonra cücə balalılar üstəlirlər. Yəni doğulanda məsələn sərçələr, göyərçinlər və digər başqa quşlar da vardır ki, bunlar doğulanda gözləri qapalı olur, aciz olurlar, qulaq dəlikləri bağlı olur, üzəri lələklərlə örtülü olmur və bu xüsusiyyətləri də əzbər bilməlisiniz şagirdlər və artıq inkişaf bir müddət aciz olurlar, ananın hesabına qidalanırlar. Ondan sonra artıq və sərbəst qidalanmağa başlayırlar. Burada da sürünənlərin yumurta borusunun quruluşu göstərilmişdir. Görünür ki, burada yumurtalıqlar göstərilib. Sonra yumurta borusu və yumurta borusunun içərisində maylanmış yumurta hüceyrə var. Artıq yumurta tam şəkildə inkişaf edib. Ondan sonra isə kloakaya keçir. Oradan da xarici mühitə çıxır. Sonra keçirik, deməli, burada da bir də qeyd edək ki, burada rüşeym inkişafı göstərilib. Görürsünüz ki, rüşeym sarılıqla zəngin rüşeymdir. Ondan sonra inkişaf edənə kimi sarılıq hesabına qidalanır. Sonra isə yumurtada yetkin fərdə oxşayan kiçik fərdlər çıxır. Sonrası onlar inkişaf edib yetkin fərdə oxşuyurlar. Sonra məməlilərdən danışaq. Məməlilər ayrı cinsi heyvanlardır. Məməlilərin həm yumurta qoyan nümunələri var, həm diri bala doğan nümunələri var. Yumurta qoyanlar kisəllər və plasentalılar olaraq bölünür. Yumurta qoyan məməlilərə məsələn ördək burnu, yexidlə misal göstərə bilərik ki, onlar sarılıqla zəngin yumurta qoymaqla çoxalırlar və bütün məməlilər balasını südlə bəsləyirlər. Yumurta qoyan məməlilərdə plasenta olmur, amma kisəli məməlilər vardır ki, kisəli məməlilərdə maylama daxildir. Ümumiyyətlə yumurta qoyan məməli olsun, plasentalı məməli olsun, kisəli məməli olsun. Bunlar hamısında maylama daxilidir. Daxildə maylama yumurtalıq borusunda baş verir. Ondan sonra artıq maylamış yumurta hüceyrə rüşeymə çevrilir, sonra düşür uşaqlığa, sonra uşaqlığın divarına yapışır və onun xovlar vasitəsilə balalıq, uşaqlıq deyəndə, yəni uşaqlıq insanda, burada heyvanlarda balalıq deyirik, balalığın divarına yapışır. Sonra xarici ötüyün balalığın divarına birləşən hissəsi plasenta adlanır deyirik və döl
plasentaya göbək ciyəsi vasitəsilə birləşir. Görürsünüz, burada göstərilib göbək ciyəsi, bu göbək ciyəsidir. Bu da döldür. Döl, bu da plasenta, yəni cift. Ona plasenta da deyirik, cift də deyirik. Deməli, ciftlə döl arasında əlaqəni quran göbək ciyəsidir. Göbək ciyəsi vasitəsilə ana orqanizmindən alınan qida maddələri və oksigen keçir dölün orqanizminə, dölün orqanizmində isə ifraz məhsulları xaric olur. Və eyni zamanda deyirik ki, kisəli məməlilərin inkişafı ana bətnində tam olmur. Bir müddət inkişaf eləyəndən sonra qısa müddət ana bətnində inkişaf edirlər. Sonra çıxıb ananın kisəsində qalırlar bir müddət. Məsələn, kenguru misal göstərə bilərik ki, kenguruda bir müddət ananın kisəsində qalırlar. Orada ananın dərisinin üzərinə axan südlə qidalanırlar. O südü yağlayaraq qidalanırlar. Bir müddətdən sonra artıq inkişaf edəndən sonra ananın kisəsindən çıxırlar və sərbəst qidalamağa başlayırlar. Amma plasentalı məməlilərdə isə bayaq danışdığım kimi plasenta olur və plasentanın hesabına tam şəkildə döl tam inkişaf edir və plasentanın hesabına plasenta və elə belə ki, belə deyək də, plasenta ilə döl arasında əlaqə göbək ciyəsi vasitəsilə olur. Göbək ciyəsi qida maddələrini və oksigeni daşıyır və bununla da qidalanır. Tam inkişaf edəndən sonra ana bətni, belə deyək, ana bətnindən xaric olur. Bu da doğum adlanır. Belə. İzah bu qədər şagirdlər. Ümid edirəm ki, anlaşıqlı oldu. Aydın olmayan bir hissədə soruşa bilərsiniz dərsin izahını. Amma indi isə deməli, öyrəndiklərinizi tətbiq edən hissəsinə baxaq. Deməli, burada yazıb ki, plasentalı məməlilərin həyat dövriyyəsi balıq və sürünənlərin həyat dövriyyəsindən nə ilə fərqlənir? Plasentalı məməlilərin həyat dövriyyəsi odur ki, yəni onlarda inkişaf tam şəkildə baş verir ananın orqanizmində. Ondan sonra tam inkişaf edəndən sonra xaric olur. Amma balıqlarda, sürünənlərdə yumurta qoymaqla çoxalır. Yəni ananın orqanizmində maylama baş verir, yumurta əmələ gəlir, ondan sonra xaric olur. Belə deyək də, yumurtanın içərisində inkişafı xaricdə baş verir və onlarda da plasenta olmur, göbək ciyəsi olmur balıqlarda və sürünənlərdə. Bu xüsusiyyətin üstünlükləri və çatışmazlıqları nədən ibarətdir? Plasentalı məməlilərdə, məsələn, ana bətnində tam inkişaf edib sonra xaric olmağı o deməkdir ki, yəni belə deyək də, təhlükədən uzaq olur. Daha tam inkişaf edib sonra ana orqanizmi tərk edir. Məsələn, yırtıcıların hücumuna məruz qala bilər. Orada tam inkişaf etməyə bilər ki, bu da artıq fərdlərin yumurtanın içərisində yumurta qoyanlarla plasentanın fərqi hesab olunur da. Yəni plasentalı məmələrin yaşama şansı, doğum şansı daha çoxdur ki, nəinki yumurta qoyan məmələr, belə də balıqlarda və sürünənlərdə o yırtıcıların hücumuna məruz qalır və artıq məhv ola bilər də. Yəni tutaq ki, məsələn 5 dənə yumurta qoyubsa, 13-ü məhv olub, ikisi salamat qala bilər. Öyrəndiklərinizi yoxlayın. Deməli, kisəli məməlilərlə plasentaların əsas fərqi nədir? Kisəli məməlilərdə inkişaf tam deyil. Yəni bala bir müddət ananın orqanizmində qalandan sonra çıxır və ananın kisəsində inkişaf edir. Amma plasentalı məmələrdə bayaqdan dediyimiz kimi inkişaf baş verir. Plasentalılarda rüşemi inkişafı kisəlilərin rüşemi inkişafından nə ilə fərqlənir? Plasentalılarda plasenta olur və rüşeminin inkişafı belə deyək, tam şəkildə inkişaf edəndən sonra xaric olur deyə. Ona görə də bu şəkildə fərqlənir və bir də fərqidir ki, çift plasenta olmur kisəli məməlilərdə. Nə üçün ördək burun məməlilərə yox, sürünənlər və quşlar daha yaxındır? Düzdür, belə deyək də, məməlilər kimi bir sıra xüsusiyyətlərə malikdir, amma yumurta qoymaqla çoxalmasına görə sürünənlər və quşlar daha yaxındır deyə bilirik. Bir də buradakı cədvələ baxaq. Deyir ki, heyvanların çoxalma üsulları, məsələn, həşəratlar yumurta qoymaqla çoxalırlar. Balıqlar kürü tökməklə çoxalırlar, amma bala doğan nümayəndələr də var. Məsələn, köpək balığı, skatlar. Suda qurda yaşayanlar, məsələn, qurbağa kürü tökməklə çoxalır. Belə də kürüyə oxşar yumurta qoymaqla çoxalır deyirik. Sürünənlər yumurta qoymaqla çoxalır. Amma məsələn, gürzə ilanı diri bala doğmaqla çoxalır. Quşlar hamısı yumurta qoymaqla çoxalır. Məməlilərin yumurta qoyan nümayəndələri də var, diri bala doğan nümayəndələri də var.
İzah bu qədər. Hər birinizə uğurlar. Sağ olun.